Gelecek zamanı hakkında neleri bilməlisiniz? Əsas, nisbətən daha çətin başa düşülən bir mövzu gelecek zamanda bitmiş və davam edici tərzdir. Yəni biz bunları keçmiş zamana aid bilirik. Nesовершенный və yaxud совершенный vid kimi də onları tanıya bilərsiniz, əgər qrammatikanı rus dilində öyrənmisinizsə. O deməkdir ki, məsəl üçün gəlin çitать, oxumaq feilinin üzərində baxaq. Çitать və proçitать var oxumaq. Çitать davam edici tərzdədir. Keçmiş zamanda əgər mən mütəmadi olaraq oxuyurdumsa və yaxud bir müddət ərzində oxuyurdum demək istəyirəmsə, onda ya çitala deyəcəm. Yox, əgər mən oxudum demək istəyirəmsə, bitirdim yəni demək istəyirəmsə, o zaman ya proçitala deyəcəm. Bəs bu məntiqi biz necə götürüb gələcək zamana tətbiq eləyək? Təxminən eyni qayda ilə. Gələcək zamanda mən əgər nəyisə mütəmadi olaraq edəcəmsə, o zaman mən orada davamıcı tərzdə istifadə edəcəm. Yəni çitать feilini götürüb gələcək zamana qoyacağam. Yox, əgər mən gələcək zamanda bir nöqtəyə qədər bunu oxuyub bitirəcəm demək istəyirəmsə, burada söhbət hansısa bir mütəmadilikdən, uzun zaman davam etməsindən getmirsə, bir epizoddan söhbət gedirsə, oxuyub bitirərəm mən sabaha qədər misal üçün. Yaxud da ki, elə bu gün oxuyub bitirərəm demək istəyirəmsə, mesajım budursa, o zaman prочитать feilini götürüb, yəni bitmiş tərzdə feilini götürüb gələcək zamana qoyacağam. Bəs bunların hər birini gələcək zamana necə qoymaq lazımdır? Bu haqda növbəti videolarda danışıram. Abunə olun və qaçırmayın.